Üçüncü bölmənin üçüncü dərsinə çatmışıq. Chocolate, şokolad. Həmişəki kimi kömək eləyəcəm mətnə. Birinci baxacağıq, sonra da mətnə aid olan speaking, lüğət, comprehension və sair tapşırıqları birlikdə işləyəcəyik. We think of chocolate as something sweet. Biz şokoladı şirin bir şey olaraq təsəvvür edirik, qəbul edirik. İndi baxın bu think of ifadəsinə. To think of something as something, bir şey olaraq düşünmək, qəbul etmək. Məsələn, I think of her as my friend. Mən onu dostum olaraq düşünürəm, dostum olaraq qəbul edirəm və s. However, a long time ago, people thought of chocolate as something very bitter. Lakin uzun zaman əvvəl insanlar, yenə think of keçmişdən olacaq, thought of. People thought of chocolate as something very bitter. Lakin keçmişdə insanlar şokoladı çox acı bir şey kimi düşünürdülər, qəbul edirdilər. For us, chocolate is a candy. Bizim üçün şokolad candy, şirniyyatdır. Bu arada candy sözü səhv eləmirəmsə fars dilindən keçib ingiliscəsində qənd sözü var, elə bizim də işlətdiyimiz. Qənd sözü keçib candy formasını, şirniyyat mənasını düşüb ingiliscəsində. But bizim üçün şokolad şirniyyatdır, amma once it was a medicine. Once nədir bəs bir vaxtlar. Amma bir vaxtlar o dərman idi. Today, chocolate can be a hot drink, a frozen dessert, or just a snack. Bu gün şokolad isti bir içki ola bilər, donmuş bir dessert ola bilər və yaxud sadəcə snack, atışdırmalıq, qəlyanaltı ola bilər. Sometimes it is an ingredient in the main course of a meal. Bəzən it is an ingredient, bu bir ingrediyentdir. In the main course of a meal. O nədir? An şəkilçisi. Main course, əsas course of a meal. Yeməyin əsas kursunun bir ingrediyentidir. Bəzən yeməyin əsas kursunun bir ingrediyentidir. Mexicans make a hot chocolate called mole. Meksikanlar həmişə vergülə və yaxud and bağlayıcısına kimi tərcümə edirik və yaxud bat bağlayıcı və s. Meksikanlar make a hot chocolate, isti şokolad düzəldirlər. Daha doğrusu isti şokolad sosu düzəldirlər. Cold mole, mole adlanan isti şokolad sosu hazırlayırlar. And pour it over chicken. Və onu pour. Pour nədir? Süzmək. Hansısa bir mayeni bir qabdan başqa qaba və yaxud bir qabdan başqa bir şeyin üstünə süzmək. Pour it over chicken. Onu chicken, toyuğun üstünə süzürlər şokoladın sosunu. The Mexicans also eat chocolate with spices like chili peppers. Meksikanlar həmçinin şokoladı spicelarla yeyirlər, like chili peppers. Meksikanlar həmçinin şokoladı chili pepper kimi, like burada kimi mənası, chili biber kimi spicelarla yeyirlər. Şokoladı biberlə yeyirlər, maraqlıdır. Chocolate is a product of the tropical cacao tree. Şokolad nədir? Mübtədamız çokoladdır. Nədir bəs? Is a product of the tropical cacao tree. Tropik kakao ağacının məhsuludur. Cacao beans taste so bitter that. Cacao bean lobya deməkdir. Bir də lobyalı bitkilərdə onun lobyası da nədirsə. Kakao dənəcikləri deyək də, dənəcikləri elə acı dadır ki, so bitter that, so that bilirsiniz də, so elə that ki. Məsələn, she is so sweet that, o elə şirindir ki, nə bilim, he is so tall that, o elə hündürdür ki, və yaxud chocolate tastes, və yaxud cacao beans taste so bitter that, elə acı dadırlar ki, even monkeys say ah and run away. Hətta meymunlar belə səs çıxardır və qaçırlar o. Bir bizə söz var, itə versən it deyməsən. Bu da elə bir şeydir. The word chocolate comes from a Mayan word. The word chocolate, şokolad sözü comes from a Mayan word. Maya sözündən gəlir. Maya qəbilə var idi dünyanın 2020-də. Nəsə fikirləşirdilər ki. Mayalılar, the Mayans, were an ancient people who once lived in Mexico. Once nə idi? Once, bayaq baxmışdıq. Once. Bir vaxtlar. Once o zaman bir vaxtlar bir kişi var idi və s. Bunlar were an ancient people. The Mayas were an ancient people. Qədimi insanlar idilər. Kim ki bir vaxtlar Meksikada yaşayırdılar. Yəni Mayalılar bir vaxtlar Meksikada yaşamış qədimi insanlar idilər.
They valued the cacao tree. Onlar kakao ağacını dəyərləndirirdilər, yəni qədrini bilirlər, dəyərini bilirlər. Value dəyər deməkdir isim olaraq, amma isim feilləşərək value dəyər vermək feili yaranır. They value onlar dəyər verirlər. Feili də hətta keçmiş zamanda ed şəkilsinə qəbul etdirə bilərik. Olacaq they valued. Onlar məsələn dəyər verirdilər. Value sözünü bilməmiş olmarsınız əslində. Bir söz var ya, hansısa bir ölkənin məzənnəsi qiymətini itirir başqa məzənnələrə nisbətən. Onda deyirlər devalvasiya. Niyə? Value dəyər, valuation dəyərlənmə, devaluation dəyərlənmənin əksi, yəni dəyərin itirilməsi. Ona görə devaluation'dır o sözün adı. İndi Azərbaycan aksentini uyğunlaşdıraraq devalvasiya deyirik. Yəqin ki, Azərbaycan dili lüğətində olmuş olar devalvasiya forması, amma ingiliscə devaluation. Nəysə, onlar kakao ağacını value edirlər, dəyərləndirirlər, qiymətini bilirdilər. Some of the Mayas, Maya xalqının bəziləri, üzvləri, Mayaların bəziləri use cacao beans for money. Kakao dənədicilərini pul üçün istifadə edir, pul kimi istifadə edir. While others ground them to make a better drink. Ground torpaq deməkdir, o heç. Amma grind sözü var, üyütmək. G-R-I-N-D. G-R-I-N-D. Grind, üyütmək deməkdir. Üyüdülmüş, daha doğrusu grind sözünü keçmiş zaman çevirəndə grind olacaq ground. Onlar üyüdürlər. They grind, eləmi? Onlar üyüdürlər, keçmişdə olacaq they ground. Onlar üyüdürlər. Yəni torpaq sözü də ground-da onunla qarışdırmayın. Deməli, bəziləri pul üçün istifadə edirlər. While others ground them to make a better drink. Bəziləri şey üçün pul kimi istifadə edirlər, bəziləri onu üyüdürlər daha acı bir içki düzəltmək üçün. While nədir? İçən deməkdir. Yəni bəziləri pul üçün istifadə edərkən, bəziləri də şey edirlər də belə. Bəziləri də üyüdürlər ki, daha acı bir içki düzəltsinlər. When the Spaniards came to Mexico in the 16th century, vergülə kimi tərcümə edək. Spaniardlar Meksikoya 16-cı əsrdə gələndə they started drinking cacao too. Onlar da kakao içməyə başladılar. Because the drink was strong and bitter, they thought it was a medicine. Deməli, because çünki deməkdir, amma cümlənin əvvəlində gəlib görünən mənasını verir. The drink was strong and bitter. İçki güclü, yəni sərt və acı idi. Amma because əvvəl atmaqla bu mənanı verir ki, artıq içkinin sərt və acı olduğu səbəbdən, yəni çünki mənasını vermədə, çünki ortada olanda, amma əvvəldə olanda olduğuna görə olduğundan they thought it was a medicine. Düşündülər ki, bu dərmandır. When the Spaniards took the drink back to Europe, nə zaman ki Spaniardlar içkini Avropaya geri apardılar, yəni Spaniardlar içkini Avropaya özlərindən qaytaranda people discovered that sugar removed the bitter taste of cacao. İnsanlar discover nədir? Kəşf edilər ki, şəkər the bitter taste of cacao. Of nədir? In şəkilçisi. Bitter taste, acı dad. Bitter taste of cacao, kakaonun acı dadı. Remove nədir? Silmək, çıxartmaq, təmizləmək. İnsanlar kəşf edilər ki, şəkər kakaonun acı dadını çıxardır, aparır, təmizləyir. Wealthy, varlı Spaniardlar hated the sweet drink and thought that it was good for their health. Varlılar şirin içkini nifrət edirdilər. Daha doğrusu hated yox, səhv gördüm. Hate yazılanda hate, H-A-T-E. Bu nifrət etmək deməkdir, love sözünün əksi. Bir də var heat, H-E-A-T, H-E-A-T. Bu isitmək deməkdir, qızdırmaq deməkdir. Elektrik isidicinin üstünə yazılır, electric heater. Bax, o söz. Varlı Spaniardlar şirin içkini heated qızdırırdılar və düşünürdülər ki, bu onların sağlamlığına xeyirdir. 19-cu əsrdə an English company made the first solid block of sweetened chocolate. The first solid block, ilk bərk bloku, ilk bərk pletkası da, yəni. Solid bərk deməkdir. Məsələn, o maddənin halvarı qazdır, nə bilim, mayedir, bir də var solid bərk.
Solid sözünün belə məcazi mənada dayanıqlı filankəs is a solid guy. Filankəs dayanıqlı, belə sözün üstündə duran adamdır. Filankəs is a solid man demək olar, həm də fiziki olaraq bir şeyin bərk olması. Yəni deməli, şimdi dağıldayım. The first solid block of sweetened chocolate. Şirin şokoladın in şəkilçində of şirinləşdirmə, daha doğrusu sweet şirindir, sweetened şirinləşdirilmiş, sweet şirin, sweeten şirinləşdirmək, sweetened şirinləşdirilmiş, şirinləşdirilmiş şokoladın ilk bərk blokunu, yəni plitkasını düzəltdi bu şirkət 19-cu əsrdə. Now people could both drink and eat chocolate. İndi insanlar şokoladı həm içə, həm yeyə bilərdilər. Both and həm də cümləsində. Həm içə bilərdilər, həm yeyə bilərdilər. Yəni yemək deyəndə o bildiyimiz yeyilən şokolad var ya, onu yəni içilən şokolad içkisinin bərk formatı olaraq nəzərdə tutulub burada. Later, sonra a Swiss company mixed milk and chocolate together. Daha sonra bir İsveç şirkəti, Cem Yılmaz eri İskoç bilim adamları. İsveç şirkəti mix nədir? Qarışdırmaq, mixer sözündən. Mixed milk and chocolate together. Süd və şokoladı birlikdə qarışdırdı. People liked the taste of milk chocolate even better. Better daha yaxşı, even better lap daha yaxşı. Even hətta lap belə qüvvətləndiricə ədatdır. Hətta lap və s. İnsanlar the taste of milk chocolate. Südlü şokoladın dadını, the taste of şəkilçisi. The taste of milk chocolate even better. Südlü şokoladın dadını lap yaxşı xoşladılar. Besides the chocolate candy bar. Chocolate candy bar şeydir də bar. Nə deyir bu? Şokoladın plitkasına deyir. Şokoladın plitkasından başqa, besides neydi? Başqa, əlavə olaraq. One of the most popular American snacks is the chocolate chip cookie. Şokoladın plitkasından başqa, ən məşhur Amerikan snack belə atışdırmaqlarından biri şokolad cipsi olan şirniyyatlardır. Favorite desserts are chocolate cream pie. Sevimli desertlər şokoladlı kremli pay belə keksli və əlbəttə ki ice cream sundae with hot fudge sauce. Ice cream sundae şeyin adıdır, yeməli şeyin. With hot fudge sauce, bu da hot fudge sauce ilə olan ice cream ən sevimli desertlərdən biridir. B tapşırığı. Mr. Mendes said Pavarotti was her singer. Mrs. Mendes deyir ki, Pavarotti onun singer, musiqicisi idi. Əlbəttə ki, sevimli musiqiçi olacaq da. Her favorite singer. Məsələn, Hans Zimmer is my favorite composer. Hans Zimmer is my favorite composer. Mənim sevimli bəstəkarımdır. Filan kəs is my favorite singer. The people who, insanlar kim ki filan şey edən, yəni filan şey edən insanlar, feili sifət tərkibi. Nə edən insanlar? Lived here are now in Europe. People who once lived here. People who once lived here. Once neydi? Bir zamanlar. Bir zamanlar burada yaşayan insanlar are now in Europe. İndi Avropadadır. 3. The coffee was so that cümləsi bayaq demişdim. Məsələn, so sweet that, elə şirin idi ki, so bitter that, elə acıdır ki, nobody wanted to drink it. Heç kəs onu içmək istəmədi. Deməli, the coffee was so bitter that nobody wanted to drink it. 4. The Smiths, some dinosaur bones on their farm. Smith ailəsi, Jerry Smith olacaq yəqin ki. Smith ailəsi, dinosaur bones on their farm. Fermalarında dinozavr sümüklərini yəqin ki tapıblar, yox da belə kəşf ediblər desək, leksik cəhətdən daha məntiqli olar. Discovered some dinosaur bones. Kəşf ediblər. Would you please some hot water into the cup? Zəhmət olmazsa stəkana biraz isti su, neynə bilərsəm, tökə bilərsəm. Tökmək nə idi bəs? Pour. Would you please pour some hot water into the cup?
Tökmək deyərkən tökmək, tökməkdir, süzmək də var. İkisi də eyni mənanı verir. Sadəcə stəkana suyu tökmək yox, süzmək işlədirik də leksik cəhətdən daha məqsədə uyğundur. Dilin leksik norması var da 6. I don't have anything sweet for dessert olar. Məsələn, dessert üçün şirin heç nəyim yoxdur. But we can have some fruit. Amma biraz meyvə yeyə bilərik. Most civilizations. Civilization nədir? Sivilizasiya. Əksər sivilizasiyalar had some kind of writing system. Some kind of writing system. Bir növ yazı sistemləri var idi. Most civilizations, most ancient civilizations. Əksər qədim sivilizasiyalar bir növ yazı sistemləri var idi. He wasn't happy when he was poor. And he is happy now. He is happy now that. Now başqa şeydir. Now that başqa şeydir. Madam ki mənasını verir. İndi ki. O, he wasn't happy when he was poor. O kasıb olanda xoşbəxt değildi. Amma indi ki o varlıdır, wealthy olacaq da, zəngin varlı. But now that he is wealthy, he is bir saniyə. And he is not happy. He wasn't happy when he was poor. Kasıb olanda xoşbəxt değildi. And he is not happy now that he is wealthy. İndi də madam ki varlıdır, yəni xoşbəxt deyil. Yadıma düşdü. Wolf of Wall Street var. Leonardo DiCaprio. Nasıl deyir? Gentlemen deyir. Gentlemenler. I have been a rich man and I've been a poor man. And I choose rich every time. Deyir, kasıb adam da olmuşam, varlı adam da olmuşam, amma varlını hər dəfəsində seçirəm. Varlı olmağı. Baxanlar bildi. 9. The family the chair because it belonged to their grandfather. Ailə stulu neynədir ki? Çünki o onların babalarına məxsus idi. Belong məxsus olmaq. The family deməli the family values the chair. Ailə stulu value eləyir, dəyərləndirir. Qədrini bilir çünki o onların babasına məxsus idi. Və yaxud o bir vaxtlar onların babasına məxsus idi. Necə deyirsiniz? Bir vaxtlar nə idi? Once. Deməli it once belonged to their grandfather. I'm so hungry. Mən elə acam ki, mən çox acam. I didn't even bring a with me. Heç özümlə nə gətirməmişəm. Even burada hətta və yaxud heç. Bring də gətirmək, with me, özümlə. Özümlə nə gətirməmişəm. I didn't even bring a snack with me. Özümlə heç snack atışdırmalıq da gətirməmişəm. 11. The main in that cake is chocolate. The main ingredient in that cake. O tortdakı əsas ingredient şokoladdır. 12. The pond is frozen. Pond gölməçə deməkdir. Gölməçə frozen donub. So we can go skating. Beləliklə biz skate sürməyə gedə bilərik. The pond is frozen. Solid. Bərk donub. Bərk hala düşərək donub. Donaraq bərk hala düşüb. Gedib skate sürə bilərik. Hayda, yenə çoxdur bu. Videonu bunu da izah eləsəm çox uzun olacaq. Artıq kifayət qədər uzundur video. Bunu özünüz baxın, işləyin. Hansında sualınız olsa kommentə atın, izah eləyəcəm. The Spaniards arrived in Mexico in the 18th century. Spaniardlar Meksikoya 17-ci əsrdə çatıb. Nə bilim də, baxın, özünüz qaydın. Görün, mövzuda neçə yazılıb. Speaking cəhətdən 2-yə kömək eləyəcəm. 2-yə deyir ki, chocolate was always a dessert. Şokolad həmişə bir dessert idi, yəni yeməkdən sonra yeyilən şirniyyat idi. Deyəcək ki, yox, ən əvvəl şokolad sadəcə bir içki idi. Və yaxud əvvəllər nə idi? Once. No, once chocolate was just a drink. Sonra Amerikada yoxsa harda? Amerikada onu şokolad barı halına salır, şokolad plitkası halına salırlar. Daha doğrusu İngiltərədə. Then in Britain they put it into a shape of a chocolate bar. Put it into a shape. Shape nədir? Forma. Formasına saldılar. The Maya added sugar to chocolate and heated it. Mayalılar added sugar to chocolate. Şokolada şəkər əlavə edirdilər və onu qızdırırlar. Dəqiq məlumatları qaydım baxın cümlənin içində, mövzunun içində. Mən artıq unutmuşam, uzun idi. Amma ingiliscə speaking xatirinə belə bir cümlə quram ki, Mayalılar yox, amma İspanlar səhv eləmirəmsə.
şokolad isidib içirdilər və düşünürdülər ki, bu onların sağlamlığı üçün yaxşıdır. Necə quraq? The Spanish people heated the chocolate and drank it. İsidib içirdilər. And they thought, düşünmək, thought düşündü keçmiş zamanda. And they thought və düşünürdülər ki, it is good for their health. Bu onların sağlamlığı üçün yaxşıdır. 4. The cacao tree grows in tropical countries. Kakao ağacı tropik ölkələrdə bitir. Məncə heç bunun haqqında məlumat yox idi, harda bitib bitmədiyi. Ona görə NI deyirəm və məlumat yoxdur. Bəlkə də düz ola bilər, amma mətn konteksti daxilində olmalıdır hər şey. 5. Because chocolate was bitter, şokoladın acı olduğundan bəzi insanlar düşünür ki, o dərmandır. True, bəli. Düzdür. They thought it was a medicine and they thought that it was good for their health. 6. Mayalılar Argentində yaşayır. Bilmirəm, qaydın özünüz baxın. Bircə izah vermişəm. Mətn biraz uzundur. Mən də işim çıxdı, falsa verdim, qayıtdım. Bir də yuxarı qayıdıb baxmağa ərincirəm düzü. Siz qaydın baxın. 7. The Mayas used the cacao beans as hooks. Mayalılar kakao dənəciklərini hooks, qarmaq olaraq istifadə edirlər. Bəlkə dedilər, amma bu mövzuda elə bir şey yox idi. Ona görə false deyəcəm, amma əvəzinə onu şey kimi istifadə edirlər. Pul olaraq. Deməli, the Mayas used the cacao beans as currency. Yəni currency nə idi? Currency, valuta. They used it as money. 8. Hot chocolate was an expensive drink in Spain. İsti şokolad İspanyada bahalı bir içişiydi deyəcəm. True. Yes. The hot chocolate was an expensive drink in Spain because the wealthy people could drink it. Çünki varlı insanlar onu içə bilirdilər. 9. Filippində insanlar səhər yeməyi üçün şokolad içir, nə bilim. Məlumat yox idi məncə. Some people once believed that. Bəzi insanlar əvvəllər düşündülər ki, şokolad was good for your health. Sağlamlığın üçün yaxşıdır, düzdür, true. Europeans produced the first solid block of sweet chocolate. Avropalılar şokoladın ilk bərk bloklarını düzəltdilər. İngiltərədə demişlər, səhv eləmirəmsə, coğrafiya biliklərim azdır. İngiltərədə elə Avropa olmalıdır, səhv eləmirəmsə. Deyəcək ki, yes, this is true because the first solid blocks of chocolate were produced in England. Were produced in England. İngiltərədə istehsal olunmuşdur, true. Əgər ki, England, Europe sayılırsa. İndi əsas qəşəng ki, o speaking suallarına çataq. Bunlara baxa bilərik artıq. Was chocolate once a medicine? Şokolad bir vaxtlar dərman idimi? What did it taste like? O necə dadırdı? Dərman deyil axı. Yəni çaşıb deyərsiniz dərmandır. Yox, acı idi deyə insanlar onun dərman olduğunu zənn edirlər. Deyəcəm ki, chocolate tasted very bitter. Çox acı dadırdı. That's why, ona görə də people thought that it was a medicine. Ona görə insanlar düşünürlər ki, bu dərmandır. Does a cacao tree grow in Canada? Why or why not? Kakao ağacı Kanadada bitirmir. Niyə və yaxud niyə yox? Ulduz var, kontekstdən kənar bir şey. Deməli ki, özümüzdən sırf danışmaq xətrinə, ingiliscə cümlə qurmaq xətrinə basıb bağlayacağım ki, no, the cacao tree doesn't grow in Canada. Yox, kakao ağacı Kanadada bitmir. Because cacao tree grows only in tropical countries. Yalnız tropik ölkələrdə bitir. Heç bilmirəm, tropik ölkədə bitir, yoxsa sırf cümlə qurmaq xatirinə dedim. Amma mətn diqqətlə oxusanız bəlkə də daha bir ipuçları verib bizə. 3. Can you eat cacao beans? Why or why not? Kakao dənəciklərini yeyə bilərsənmi? Niyə və yaxud niyə yox? Kakao dənəciklərini diqqətlə baxmışdırsa. Ən birinci üyüdürdülər. Sonra da şəkər qatırdılar ki, çox acı olmasın. Üyütmək nə idi bəs? Grind, keçmişdə olacaq, ground. Deyəcəm ki, no, I cannot eat cacao beans because normally they are, daha doğrusu, normally we must grind them first. Normalda biz onları birinci grind eləmək, üyütməliyik. And then, even then, hətta onda they will be very bitter, çox acı olacaqlar. And because we need to add sugar to it. Və biz ona şəkər əlavə etməliyik.
Where does the word chocolate come from? Şokolad sözü hardan gəlir, qaynaqlanır? Kommentə yazın. 5. Who were the Mayas? Mayalılar kim idi? Səhv eləmirəmsə, Mayalılar İspanya, Meksikada yaşayan qədim bir xalq, sivilizasiya idilər. Deyəcəm ki, the Mayas were an ancient civilization lived in Mexico. Yaxud the Mayas were an ancient civilization that hansı ki lived in Mexico. 8. What uses did they have for cacao beans? What uses hansı istifadələr, nə xeyri olan kakao istifadə etməklərin? Yuxarı qayıdıb mətnə baxmağa ərinçirəm, siz cavab verin qəşəngcə. 9. When did the Spaniards come to Mexico? Meksikoya nə vaxt gəldilər? Nə bilim 18 idi yoxsa 17 idi. Cümlə qurma xatirinə deyirəm ki, the Spaniards came to Mexico in the 18th century. 18-ci əsrdə gəldilər. What did people add to chocolate to make it more popular? İnsanlar şokoladı daha populyar eləmək üçün ona nə əlavə elədilər? Desəm ki, şəkər əlavə elədilər, yox. Şəkər daha dadlı olsun deyə əlavə elədilər. Amma populyar olsun deyə İsveç şirkəti, düz yadınızdadısa, süd əlavə elədi, ondan sonra çox populyar oldu deməli. A Swiss company added milk to chocolate. İsveç şirkəti südə şokolad əlavə etdi. Then chocolate became very popular. Sonra şokolad çox populyar oldu. 12. What are some popular foods that use chocolate as an ingredient? What are some popular foods? Populyar ərzaqlar, yeməklər hansılardır? Hansılar ki, use chocolate as an ingredient. Şokoladı ingredient olaraq istifadə edən populyar ərzaqlar, yeməklər hansılardır? Özümüzdən versək buna cavabı, reseptlər yazıb kəşf edəcək. Texniki olaraq düz ola bilər, həmən yeməklərə, bəlkə biz deyən yeməklər şokolad əlavə edirlər, amma sırf bu mətnin konteksti daxilində cavab verməliyik. Ən axırıncı abzasın axırıncı cümləsində deyirdi, sanda idi, krem pay idi, nə bilim nə idi, elə yeməklər var idi. People add chocolate to falan foods as an ingredient. İnsanlar falan yeməklərə, ərzaqlara şokoladı ingredient olaraq əlavə edirlər. Over the years, yıllar boyunca people used chocolate in many different ways. Şokoladı bir neçə fərqli yolda, üsulda istifadə ediblər. Way burada yol yox, üsul mənasındadır. Way sözün çünki üsul mənası da var, əvvəlki mövzularda keçmişik. Bir ilə ola bilər, 2. The Spaniards brought the cacao bean from Mexico to Europe. Spaniardlar kakao dənəsini Meksikodan Avropaya gətiriblər. Although baxmayaraq ki, chocolate comes from the tropics, tropik ölkələrdən gəlməsinə baxmayaraq, you can buy it in cool climates. Onu soyuq iqlimli ölkələrdə ala bilərsən. 2 də düzdür, 3 də düzdür, amma bir mətni daha ümumi cəhətdən izah edir. 3-ə baxın, deməli, soyuq iqlimli ölkə Kanadada deyir də. Burada öz dili ilə deyilmiş ki, bu şokolad tropik ölkələrdə bitir. Ona 2, onda belə cavab verək ki, no, the cacao tree doesn't grow in Canada. Kanadada bitmir because it only grows in tropical countries. Çünki o yalnız tropik ölkələrdə bitir. Elə bayaq mən atıb cavab vermişdim, sırf İngilizcə danışma xətrinə düz demişəmmiş. Əlavə ardını artıraq ki, but we can buy chocolate in Canada from a supermarket. Amma biz Kanadada şokoladı supermarketdən ala bilərik. Belə izlədiyiniz üçün sağ olun, növbəti videoda görüşəcəyik.